Görürsünüz mənim dostlar. Bir də deməli bu şirəli damarlı yer deyilir də əsasən buna. Şirəli dana ətindən ispanaklı, yəni şomlu, qaymaqlı, zirincli bir dənə ləzzətli yemək hazırlayacağım. Siz də eləyin, baxın, ağız dadınızı dəyişin, ləzzətli. Görünüşü yaxşı olmasa da pambıq kimi olur, çox belə, yəni dəhşətli bir olur da bu. Çox gözəl bir yeməkdir. Üstünə su çıxana qədər deməli bunu su doldururuq. Bir 2 saata yaxın, bir ilə yoxlayacağıq və didilənə yaxın üzə yaxacaq. Yaxşı olar ki, bunları da yüngül qızardaq, bir rəngi qəşəng olsun. Deməli, bir görürsən spanaq deyirsən, mənim özümün spanaq üçün yadıma düşməyəcək hansı bitkidir. Şomudur bu, şomu. Əsasən bizdə bunu Bakıda şomu deyirlər. Bir də turş xoşlayanlar turşən də əlavə eləyə bilər. Mən məsələn 10 dəstəyə, bir 5 dəstə, 4 dəstədə turşən əlavə edirəm ki, o ilə də əla olur. Bunu da ki, çox xırda yox, belə də orta doğranmalıdır. Göbələyini də əlavə edirik. Biraz bu pörtüldü, indi göyünü əlavə edirik. Biraz zirinc vırırıq, sonra yenə də əlavə edəcəyik. Qaymaq əlavə edirik. Biraz da sərімsaq əlavə edirik. Yenə də biraz zirinc əlavə edirik. Qəşəng həm vidi gəlir özünə, həm də dadlı. Yerimiz mənuslar. Həqiqətən ləzzətli ya. Necə bir qonaq qabağına çıxarılacaq bir yeməkdir. Super. Siz də baxın, abunə olun, like eləyin. Ziya Baku YouTube kanalına maraqlı videolara baxmaq istəyirsə, orada abunə ola bilərsiniz. Oraya Instagram səhifəsi. Hər həftə yeni videolarımız gələcək inşallah.